Əziz Kamran Mustafayev izləyiciləri, bu gün sizlərlə satışın artırılması və uğurlu satışın əldə olunması ilə bağlı bir sıra vacib nüansları paylaşmaq istəyirəm. Birincisi, müştərinizi tanımalısınız. Müştəriniz nə istəyir, ehtiyacı nədir, bunu aydın şəkildə anlamalısınız. İkincisi, müştəriyə satmaq istədiyiniz və satmış olduğunuz məhsulun faydasını müştəriyə düzgün şəkildə anlatmalısınız. Üçüncüsü, müştəridə müəyyən bir güvən hissi yaratmalısınız. Əgər müştərinizdə müəyyən bir güvən hissi yaratmırsınızsa, müştəri sizdən o məhsulu almayacaqdır. Dördüncüsü, düzgün təqdimat etməlisiniz. Bu şəkil, video, qablaşdırma, reklam vasitəsilə ola bilər. Beşincisi, müştəridə olan sizə qarşı etirazı düzgün şəkildə idarə etməlisiniz. Əgər düzgün şəkildə idarə edə bilmirsinizsə, o zaman uğurlu satış edə bilməyəcəksiniz. Bəzən müştəri məhsula qarşı bahadır, almıram, sonra alaram fikirləri söylədikdə buna qarşı hazır cavab olmalısınız və müştəriyə sürətli cavab verməlisiniz. Yəni müştəri sizə yazdıqda, mesaj göndərdikdə ona hazır və tez şəkildə cavab verməlisiniz ki, uğurlu satışınız həyata keçirə biləsiniz. Əgər sizdə bütün bu məlumatlardan xəbərdar deyilsinizsə, satışa yeni başlamısınız və biznes sahibkarısınızsa, o zaman bizim səhifəmizi takip etməyi, videolarımızı bəyəni qoymağı unutmayın ki, bütün bu xəbərlərdən siz də xəbərdar olasınız.